Korona LTD məhdud məsuliyyətli cəmiyyətə məxsus Elmed Özəl Tibb Mərkəzində həkim stomatoloq Ağayeva Afət Məmmədağa qızı müalicə zamanı səhlənkarlığa yol verərək vətəndaşın üzündəki sinir toxumalarını sıradan çıxarıb. RTV xəbər verir ki, bu barədə Unikala vətəndaş Ruslanə Zaxarova müraciət edib. Onun sözlərinə görə bu ilin aprel ayında diş kanalının müalicəsi zamanı adı çəkilən həkim tərəfindən istifadə olunan formaldehid tərkibli dərman maddəsi düzgün tətbiq edilməyib. Bu səbəbdən dərman kanaldan kənara sızıb, üzümdəki sinir toxumalarına ciddi zərər verib. Hadisədən dərhal sonra üzümdə və dodaqlarımda hissiyatsızlıq yarandı. Buna baxmayaraq həkim vəziyyəti ciddi qəbul etmədi. Yod çək keçəcək deyib məni evə göndərdi. Bundan sonra vəziyyətim sürətlə pisləşdi. Digər tibb müəssisəsində təcili əməliyyat edərək həmin zərərli maddəni orqanizmdən xaric etdilər. Bir gün geciksəydim sinir toxumamda daimi iflic riski yaranacaqdı. Zaxarova bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etdiyini, lakin özəl müəssisə olduğu üçün məsələyə laqeyd yanaşıldığını deyib. Bütün bu müddət ərzində məsuliyyət daşıyan tərəf mənə heç bir köməklik göstərmədi. Həkim məni başqa bir həkimə yönləndirəcəyini dedi, lakin onu da etmədi. Əlimdə rentgen görüntüləri və əməliyyat sənədləri var. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən verilən cavabda isə qeyd olunub ki, həkim Afət Ağayevanın dövlət sertifikasiya şəhadətnaməsi var. Buna görə də onun tibbi praktiki fəaliyyəti məqsəd uyğun hesab edilir. Həmçinin vətəndaşın səhhətinə yaranmış problemin Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığı və problemin mülki məsələ olduğu bildirilib. Onu da deyək ki, Elmed klinikası bundan əvvəl də bir neçə dəfə həkim səhlənkarlığı ilə gündəmə gəlib.